başı belada olduğunu dedi və kömək istədi kanalımızdan. Könül xanım, buyurunuz, təqdim edin. Mən Ələkbərova Könül, Sumqayıt şəhər sakiniyəm. 38 ildir Sumqayıt şəhərində yaşayıram. Sumqayıtımı çox sevirdim. Qızımın başına bu iş gəlmədən öncə mənim şikayətim burada aidiyyəti orqanlara, cənab nazirimizdən xahişim, yalvarışım ana kimi odur ki, mənim qızımın başına böyük bir bəla gəlib. Mənim qızım Qlinçova Aygül Afət qızı dekabr ayının 16-sında haqsız yerə şərlənərək tutulubdur. 7 aydır mən ana olaraq çox əzab-əziyyət çəkirəm. Buradan mən aidiyyəti qurumlara müraciət edirəm. Deyirəm ki, sizdən xahiş edirəm, bu işə doğru dürüst baxılsın. Mənim xəstə qızım, ağır dərəcəli şəkər xəstəsi olan qızım haqsız yerə içəridədir. Qızım zıl alver məşğul idi. Vergi ödəyicisi olub. Baxın, mümkün xanım, necə oldu ki, qızınız həbs olundu? Necə oldu ki, qızınız həbs olundu? Qızınız Karvan Ticarət Mərkəzində qızıl alverindən Bəli. Və necə oldu ki, qızınız sizin dediyinizə görə şərləndi? Mənim qızım, onun tanışı olan Cəfərova Tünzalə ilə ikisinin arasında 110 min söhbəti vardı, borc məsələsi vardı. Onunla bağlı mənim qızım hər bir yerə şikayətini etmişdi. Sumqayıt şəhər polis bölməsi dəfələrlə demişdi ki, sizin qızınıza kömək edəcəyik. 4 ay müddətində qızım onların yanına gedib gələrək, orada işləyən müstəntiq Toğrul müəllim baxırdı bizim işimizə, qızımın işinə. Lakin qızım cənab nazirin qəbuluna gedib gəldikdən sonra Gəncə şəhərində qəbulu olmuşdu nazirin. Qızım ora müraciət edib nazirimizdən kömək istədi. Qızım Sumqayıt şəhərinə qayıtdıqdan sonra cənab nazir qızıma demişdi ki, 17-si gələrsiniz Bakıya, sizin məsələyə baxılar. 16-sı günü haqsız yerə mənim qızımı Sumqayıt şəhər bölməsində götürmüşdülər. Qızımı padvala qoymuşdular. Qız ağır dərəcəli şəkər xəstəsi olan qızımı Əsgər Kazımov qorxuzaraq, toka verməklə qorxuzaraq, qızımı hədələyərək, qızımın halı pisləşib, dəfələrlə onun üstünə təcili yardım gəlmişdir. Xahiş edirəm, yalvarıram sizə, mənim cənab nazirim. Mən sizə bir ana kimi yalvarıram ki, sizdən kömək istəməyə gələn bir qadını, bir ananı niyə haqsız yerə həbs ediblər? Niyə? Daxili İşlər Naziri Vilayət Yevazovun qəbulunda olur. Bəli, bəli. Səhəri günü Sumqayıt Polis şöbəsinə çağırıldı. Cənab nazir, bəli, bəli. Cənab nazir demişdi ki, dekabr ayının 17-si gələrsiniz Bakı şəhərində, mən sizin işinizlə bağlı araşdırma apardıracağım. Lakin Sumqayıt şəhər polis bölməsinin müstəntiqi, o məni bir ana kimi çox ağladıb. Özü də bilir ki, mən ağır dərəcəli xəstəyəm. Mən ona dəfələrlə gedib yalvardım ki, mənim qızımın günahı olmaya, sən niyə mənim qızımı həbs elədin? Qızım ticarət mərkəzində alver edib, Xəlilova Səbinə ilə birlikdə neçə illər aralarında alver münasibəti olub. Onlar bir-birinə mal verib, mal alıb, yəni heç bir problemləri çıxmamışdı. Lakin Aygül'ün həyat yoldaşının əmsi arvadı Qurbanova Səbinə faiz verən bir qadın bunların arasına girərək böyük bir mübahisə yaratmışdır. Faiz verən qadın nə vaxtdan orqanlara tapşırıq verir. Hər yerdə yayır ki, Aygül, mən səni tutturmuşamsa, mən sənə 10 il iş verdirəcəm. O kimdir ki, faiz verən qadın bəyəm bizim orqanları o mu idarə edir? Mənim əlimdə dəlillərim var, sübutlarım var. Onları mən müstəntiqə də təqdim etmişəm. Qızımın dəlillərin, sübutların Kazımov Əsgər yoxa çıxardıb. Bilmək istəyirəm Kazımov Əsgərin qarşı tərəflər bir-biri ilə ünsiyyəti nədir ki, bu da vətəndaşdır, o da vətəndaşdır. Niyə? Kazımov Əsgər kimdir? Sumqayıt şəhər bölməsində müstəntiq. Yəqin müstəntiqədir, yanlış deyiblər. Yanlış da, xanım, yanlış da versələr, mənim də qızım vətəndaşdır, qarşı tərəfdə vətəndaşdır, o vətəndaşların hüquqlarını qorumalıdır. Mənim əlimdə dəlilim var, sübutum var, ödənilmiş çeklərim var, bunların heç birinə baxılmayıb, təsdiqlərim var, onların heç biri yoxdur ortada. Demək bu bir oyundur. Faiz verən qadın göstəriş verir ki, bu qadın tutulmalıdır. Tünzalə etiraf edib ki, Aygül, mən sənə
etiraf edirəm ki, sənə qazdığımız quyuya mən özümdə düşdüm. Hal-hazırda ikisi də tədrisxanada yatır. Niyə bu qızlar içəridə haqsız yerə yatmalıdır? Bunların ödəmələri ola-ola, bunların əllərində çekləri ola-ola. Xahiş edirəm. Cənab nazir, mənim səsimə səs verin. Mən ananın səsinə səs verin. Həmin səslər sizdə var. Bəli, bütün səs yazmaları da var. Faiz verən mənə, getdim faiz verənin yanına ki, mənim qızımın səninlə bir yerdə borc müqaviləsi varsa, notarial şəkildə onu mənə təqdim edin. Mənə dedi ki, mən ona borc verməmişəm. Dedim, faiz vermişsiniz. Dedi, bəli, faiz vermişəm, əcəb eləmişəm. Faiz vermək özü də bir cinayətdir. O faiz verməklə bərabər, xanım, üzr istəyirəm, o faiz verməklə bərabər mənim qızımın şərəf və layiqətini alçaldıb, artıq əsli sözlər deyib. Qlinçev Emin mənim qızımın həyat yoldaşı olub. Mən ona öz balalarım kimi baxmışam. Amma o mənə qarşı haqsızlıq etdi. Mənim xəstə qızıma qarşı haqsızlıq etdi. Qruppovoy şəkildə yığılaraq mənim qızımı tutturub. Hal-hazırda qızım 7 aydır içəridə əziyyət çəkir. Ağır dərəcəli şəkər xəstəsidir. Ayağında çürümə gedir. Mənim qızımın ölüməyi kimə nə verəcəksə bilmirəm. Bunlar bu oyunu niyə edir? Belə özbaşınalığı niyə edirlər? Xahiş edirəm, cənab nazir, bunların haqqında bir tədbir görün. Xahiş edirəm sizdən. Könül xanım, bir dəqiqə. 110 min manatla söhbət edir. 110 min manat Aygüllə Cəfərova Tünzalə arasında olan bir borc idi. Onlar onu, Aygül şikayət etmişdi ki, bölməyə, orada çörək kəsmişəm, mən istəmərəm, o qız içəri düşsün, tutulsun. Amma pulu alınsın və o da mənim pulum deyil, başqa insanların puludur. Lakin elə bir oyun oynanıldı ki, mənim qızımın üstünə çevrildi bu iş. Sizin dediyinizə görə bu pullar, faiz pulları hansı pulun adına yazılır? Bəli, faiz verənin pulu ödənilib. Faiz verən 38 min bir şikayətində yazıb, 32 min bir şikayətində dəqiq olmayan məbləğlər yazır xanım. Mən deyirəm ki, mənə notarial qaydada göstər, mən qızımın borcunu ödəməyə hazıram. Sonra iradə var. Qodqayalıda işləyən bir xanım var, o da şikayətçidir. Amma mənim qızımla iradə arasında heç bir alış-veriş olmayıb, heç bir əlaqələri olmayıb. Mən dəfələrlə polis bölməsində getdim, xahiş etdim ki, iradə xanımı gətirin mənim üzümə desin ki, sizin qızınızın borcu var mənə. Gətirmədilər, bəhanələr gətirdi, Əsgər müəllim qaçın. Vəkilimiz dedi ki, gətirmədilər. Dəfələrlə mənim qızımın vəkilini hədələyiblər. Bu hansı qanunda yazılıb ki, bir vəkili hədələyəsiniz? Bu nə oyunudur? Siz nəydən qorxursunuz ki, nəyin üstü açılacaq ki, siz bu qədər bu oyunun üstünü örtmək istəyirsiniz? Bunu araşdırsınlar, xahiş edirəm. Könül xanım, bu haftada məhkəmə prosesi hansı rayonda gedir? Sumqayıt şəhərində. Ağır cinayətlər. Bəli, ağır cinayətlərdə. Bəli. Növbəti məhkəmə prosesi. Sentyabr ayının 8-i. Xahiş edirəm sizdən bir ana kimi orada da iştirak edəsiniz. Bunu ictimaiyyətləşdirəsiniz. Haqlı yerin tapsın, haqq yerin tapsın. Mənim qızımın borcu olmaya. Niyə haqsız yerə 8 aydır mənim qızım içəridə yatır? Biz əzab çəkirik, bir ana, bir ata olaraq biz çox əziyyət çəkirik. Qızınızın neçə uşağı var? 2 az yaşlı uşağı var, 14 yaşında. Keçən ay mənim nəvəm atasının artıq əslik danışdığına görə, Qurbanova Səbinə faiz verənin artıq əslik danışdığı sözlərə görə qızım, nəvəm intihar etdi. Sağ olsun həkimlərimiz nəvəmi həyata qaytardı. Hal-hazırda da mən uşağı həkimə aparıb gətirirəm, psixolog. Çox çətindir, 2 az yaşlı uşağa mən baxa bilmirəm. Özüm də ağır xəstəyəm, müalicələrə pul çatdıra bilmirəm, Kürdəxanaya gedirəm, pul çatdıra bilmirəm. Qızım ağır xəstədir, orada mən dərman alıb aparmalıyam. Bunları mən çatdıra bilmirəm. Qızınız həyat yoldaşından ayrılır? Bəli. Onlar ayrıldığı müddətdən sonra bu oyunlar ortaya çıxıb. Qurbanova Səbinə 2025-in tutulmamışdan bir ay öncə. Həyat yoldaşından qızınız ayrıldı. Bəli, ayrılıblar. Qurbanova Səbinə deyib ki, bu ayrılsın, ondan sonra bunu biz tutturaq. Demək, öncədən qurulmuş bir plan, bir oyun. Uşaqların alimentini almır. Xeyr, alimentə vermir. Alimentə görə müraciət etmişəm, deyir ki, get kartiçka açdır. Sən Qlinçev Emin bilirsən ki, mən onu açdıra bilmərəm. Qızımı içəri atdırmışsan, mən necə açdırım o kart? Sənin atalıq borcundur aliment vermək. Mən o xəstə uşağa necə baxım? Mən sənin xəstə uşağa necə baxım axı?
Könül xanım, müraciətiniz kimədir burada? Buradan mənim müraciətim cənab nazirədir. Xahiş, cənab nazirə, prezidentimizə yalvarıram. Mehriban xanıma bir ana kimi yalvarıram ki, mənə kömək edin. Yalvarıram sizə, mənim xəstə qızıma kömək edin. Mən çox çarəsizəm. Ona görə sizə müraciət etdim. Bilirəm ki, siz hər zaman haqlının yanındasınız. Siz hər zaman analara kömək edirsiniz. Oldu ki, yəqin ki, kanallarınız vasitəsilə Çox sağ olun, minnətdaram. İnşallah. Dəyərli izləyicilər, kanalımıza abunə olun, paylaşın ki, analar gözü yaşlı qalmır. Təşəkkür edirəm.